Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər. Qarabağ komandasının yeni formatda keçiriləcək Çempionlar Liqasındakı yol xəritəsini incələyəcəyik və sizlərə təqdim edəcəyik. Qısa bir video və olduqca maraqlı məlumatlar sizi gözləyir. Sona qədər izləməyi tövsiyə Qarabağ Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən start verəcək. Bu mərhələnin püşü 19 iyunda atılacaq. Oyunlar isə 23-24 iyul və 30-31 iyul tarixlərində başlayacaq. Artıq Qarabağın bu mərhələ və bundan sonraki mərhələlərdəki mümkün rəqibləri də bəllidir. Onları videonun sonunda sizə təqdim edəcəyik. Gəlin ilk öncə Qarabağı gözləyən uğurlu və arzu olunmaz ssenarilərə diqqət yetirək. Belə ki, Qarabağ ikinci təsnifat mərhələsində rəqibini 2 oyunun nəticəsinə görə məğlub edə bilsə, o zaman 3-cü təsnifat mərhələsinə yüksələcək. Əks halda Çempionlar Liqasından Avropa Liqasının 3-cü təsnifat mərhələsinə yuvarlanacaq. Əgər burada da məğlub olsa, o zaman Konferans Liqasına playoff mərhələsinə yuvarlanacaq. Daha bir məğlubiyyət isə Avrokuboklardan kənarda qalması demək olacaq. Təbii ki, bu arzu olunmaz və gözlənilməyən ssenaridir. Gəlin indi uğurlu ssenarini dəyərləndirək. Bir qədər öncə dediyimiz kimi Qarabağ ikinci təsnifat mərhələsində 2 oyunun nəticəsinə görə qalib gəlib 3-cü təsnifat mərhələsinə yüksəlmiş olsa, Qarabağın ən azı Konferans Liqasının liqa mərhələsini təmin etməsi demək olacaq. Yəni Qarabağ 3-cü turda məğlub olarsa Avropa Liqasının playoff mərhələsinə yuvarlanacaq. Orada da məğlub olarsa Konferans Liqasının liqa mərhələsinə vəsiqə qazanacaq. Əgər Çempionlar Liqasında 3-cü təsnifat mərhələsində də uğurlu çıxış edər və 2 oyunun nəticəsinə görə qalib gələrsə, o zaman playoff mərhələsinə yüksələcək. Bu arada Qarabağın 3-cü təsnifat mərhələsindəki mümkün rəqibləri barədə də bir qədər sonra məlumat verəcəyik. Qaydaq mövzumuza. Bəli, Qarabağ uğurlu ssenari ilə davam etsə və ikinci təsnifat mərhələsinin ardından 3-cü təsnifat mərhələsində də qalib gəlsə, playoff mərhələsinə yüksələcək və bu o demək olacaq ki, Qarabağ ən azı Avropa Liqasının liqa mərhələsini təmin etmiş olacaq. Çünki Çempionlar Liqasında playoffda məğlub olan komanda Avropa Liqasının liqa mərhələsinə vəsiqə qazanacaq. Qalib olan komanda isə Çempionlar Liqasının liqa mərhələsinə yüksələcək. 3-cü təsnifat mərhələsinin püşü 22 iyul tarixində atılacaq. Oyunlar isə 6-7 avqust və 13 avqust tarixində başlayacaq. Playoff mərhələsinin püşü 5 avqust tarixində çəkiləcək. Bu mərhələnin maçları isə 20-21 avqust və 27-28 avqust tarixlərində keçiriləcək. Beləliklə, ümumiləşdirsək, Qarabağ Çempionlar Liqasına start verdiyi ikinci təsnifat mərhələsinin qalibi olsa, o zaman ən pis ssenaridə Konferans Liqasının liqa mərhələsinin vəsiqəni təmin etmiş olacaq. Əgər Çempionlar Liqasında 2 mərhələ, yəni ikinci və üçüncü təsnifat mərhələsinin qalibi olarsa, ən azı Avropa Liqasının liqa mərhələsini təmin etmiş olacaq. Çempionlar Liqasının ikinci, üçüncü və eləcə də playoff mərhələsinin qalibi olarsa, o zaman Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmış olacaq. Qarabağ Çempionlar Liqasının liqa mərhələsinə yüksələrsə, burada nə baş verəcək? Qeyd edim ki, liqa mərhələsində 36 komanda iştirak edir və 9 komandadan ibarət 4 səbətdə yer alacaqlar. Hər bir komanda hər səbətdən 2 komanda ilə qarşı-qarşıya gələcək. Yəni bir komanda ümumilikdə 8 fərqli komanda ilə 8 oyun keçirəcək. Bu oyunların 4-ü Bakıda, digər 4-ü isə səfərdə baş tutacaq. Bütün oyunlar yekunlaşdıqdan sonra liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 8-də 1 final mərhələsinə vəsiqə qazanacaq. 9-24-cü yeri tutan komandalar isə öz aralarında playoff oynayacaq. Qalib gələn komandalar 8-də 1 final mərhələsinə yüksələcək. Məğlub olanlar isə Avrokuboklara birbaşa əlvida deyəcək. Sonuncu 25-36-cı yeri tutan komandalar isə playoff oynamadan birbaşa Avrokuboklara əlvida demiş olacaq. Qarabağ komandası liqa mərhələsinə yüksəldiyi halda düşünürəm ki, ən azı ilk 24 komanda arasında yer alıb 8-də 1 final mərhələsinə yüksəlmək üçün şans əldə edəcək. Siz nə düşünürsünüz? Bu barədə fikirlərinizi şərhlər bölümündə yazın. Bu arada liqa mərhələsi və daha sonraki mərhələlər barəsində kanalımızda videolar var. Bu videodan sonra həmin videoları da izləyə bilərsiniz. İndi isə sizlərə Qarabağ komandasının Çempionlar Liqasının 2-ci, 3-cü təsnifat mərhələləri, playoff mərhələsi və liqa mərhələsindəki məlum mümkün rəqiblərini təqdim edək. Qarabağ komandası Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ekranda gördüyünüz bu komandaların biri ilə qarşılaşa bilər. Hələ ki, bəlli olan mümkün rəqiblər bunlardır. Steaua Buxarest, Rumıniya, Şambra Kroves, İrlandiya, Balikani, Kosova, Yaqolloniya, Polşa, Petrokub, Moldova və Flora Estoniya komandaları Qarabağın potensial rəqibləri siyahısındadır.
Çempionlar Liqasının birinci mərhələsindən ikinci mərhələsinə yüksələcək komandalarda Qarabağın potensial rəqibləri siyahısına daxil olacaq. Məlumatlar güncəlləndikcə sizin nəzərinizə çatdıracağıq. Qarabağ Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksələ bilsə, burada məlum olan potensial rəqibləri ekranda gördüyünüz komandalardır. Sparta Praqa, Çexiya, Malmo, İsveç, Apoel, Kipr, Midtjylland, Danimarka, Helsinki, Finlandiya, Ludogorets, Macaristan. Bu mərhələdə də komandamızın digər potensial rəqibləri bəlli olduqca sizlərin nəzərinizə növbəti videolarda çatdıracağıq. Kanala abunə olub bildirişləri açıq tutsanız, əlbəttə ki, xəbərdar olacaqsınız. Qarabağ Çempionlar Liqasında play-off mərhələsinə qədər irəliləyə bilsə, artıq onu orada gözləyən 5 klubun adına aydınlıq gəlib. Bu PAOK, Maccabi Tel-Aviv, Dinamo Zagreb, Crvena Zvezda və Ferencvaroş komandalarıdır. Bu rəqiblər məncə Qarabağın dişinə görədir. Digər rəqiblər də bəlli olduqca sizin nəzərinizə çatdıracağıq. Dəyərli izləyicilər, bu arada Qarabağ komandası liqa mərhələsinə yüksələrsə hansı komandalarla rəqib ola bilər? Bu barədə videomuz kanalımızda var, oradan izləyə bilərsiniz. Eyni zamanda onu da sizin nəzərinizə çatdırım ki, artıq Qarabağda 4-cü ayrılıq baş tutdu. Nihat Quliyev də Qarabağı tərk etdi və Səba ilə müqavilə imzaladı. Növbəti videomuz transfer xəbərləri ilə bağlı olacaq. Kanala abunə olub bildirişi açıq tutsanız, bütün bunlardan xəbərdar olacaqsınız. Videonu bəyənməyi və şərhlər bölümündə fikirlərinizi yazmağı unutmayın. Dostlarınızla paylaşın. Ekranda gördüyünüz videolardan birini seçib izləyə bilərsiniz. Hələlik.